Bizi akademik yazıdan çəkindirən səbəblərdən biri də odur ki, tələbələr düşünür ki, mən yazı prosesinə başlamazdan əvvəl öz tezisimi, arqumentimi artıq hazırlamalıyam, bilməliyəm. Amma əslində yazı prosesinin özündə tələbələr öz arqumentlərini daha dəqiqləşdirir və daha aydınlaşdırırlar özləri üçün. Çünki yazının özü öyrənmə prosesidir və yazı hətta bilmədiklərini də aydınlaşdırırlar. Bilmədikləri haqqında agah olurlar, belə deyək. Belə bir yaxşı söz var ki, beynimdə nə baş verdiyini bilsəydim, heç vaxt yazmazdım və bu baxımdan həqiqətən yazı prosesi aydınlanma prosesidir. Fikirləri daha spesifikləşdirmək yoludur. Tələbələr özləri təsdiq edirlər ki, akademik yazıda öyrəndikləri koqnitiv bacarıqları, yazılı ünsiyyət bacarıqlarını onlar gələcək həyatlarında tətbiq edə bilirlər. Və bu baxımdan da mən çağırış etmək istəyərdim təhsil müəssisələrinə, həm məktəblərə, həm ali təhsil müəssisələrinə ki, akademik yazının tədrisi genişləndirilməlidir. Və əgər akademik yazı tədris olunmursa, mütləq belə təşəbbüslər irəli sürülməlidir.